Ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, bugün tarix olaraq 9 iyul tarixidir və iyulun 10-na gözlənilən hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə gecə 20-23 dərəcə, gündüz isə 30-35 dərəcə isti olacaq. Azərbaycanın bölgələrinə gəlincə rayonlarda hava yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq və mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz isə 32-37 dərəcə isti olacaq. Dağlarda isə gecə 11-16 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə isə bəzi gündüz saatlarda bəzi yerlərdə isə havanın temperaturunun məhz 28-30 dərəcəyə qədər yüksələcəyi gözlənilir.